Mən ehtiyatlı olan xüsusiyyətli qüvvələrə mənsubu Rəsulov Elvin. 2013-cü ildən hərbi xidmətə çağırılmışam. 2014-cü ildən xüsusi təyinatlı qüvvələrdə xidmətimə başlamışam. 2020-ci ilə qədər bir neçə döyüş tapşırıqlarında iştirak etmişəm. 2020-ci ilin 27 sentyabrından isə Vətən müharibəsində iştirak etmişəm. Vətən müharibəsinə Füzuli rayonu istiqamətindən döyüşlərə qatılmışıq. Cəbrayıl rayonu, Füzuli rayonu, Hadrut, Xocavənd rayonu və Şuşa istiqamətində döyüşlərdə iştirak etmişəm və Şuşa istiqamətində döyüşlərdə yaralanmışam. Döyüşlər zamanı sağ qolumu itirmişəm. Mütəxəssislərin sayəsi ilə fizioterapiyalar almaqla, psixoloji yardımlar almaqla geridə qoyduq və müasir növ əl protezlərlə təmin olunduğu dövlətimiz tərəfindən bir neçə idman turnirlərində iştirak etmişəm, özüm idman fəaliyyətinə məşğulam. Ölkə daxilində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən təşkil olunmuş stolsu tenis yarışmasında iştirak etmişəm. Yarışmada birinci yer əldə etmişəm. Böyük Britaniyada təşkil olunmuş Millətlər Liqasında Azərbaycan Respublikasını təmsil etmişəm. İkinciliyi əldə etmişik və Azərbaycanı amputasiya futbol komandası olaraq Avropa çempionatına lisenziya qazanmağı əldə etmişik. Şükürlər olsun ki, həyatımda heç bir hal-hazırda gerilik yoxdur. Öz fəaliyyətimi davam etdirirəm. Müəyyən bir işlə məşğulam, idman fəaliyyətinə məşğulam. Həyatımı davam edirəm.